Oğlumun istəyi ilə hazırladığım dadlı, ləzzətli, xırçıltılı toyuq dönərinin hazırlanma qaydasını sizinlə də bölüşmək istəyirəm. Bunun üçün bizə lazım olacaq ərzaqlar: toyuğun döşəti, xiyar, cəfəri, pomidor, ketçup və mayonez. Çörəyi 2 hissəyə bölüb ketçup və mayonez çəkirik. Doğradığımız ərzaqları çörəyin içinə yığırıq. Zövqə görə soğan da əlavə edə bilərsiniz. Çörəyimiz hazır olandan sonra tosterə qoyub yaxşıca qızardırıq. Və budur. Gözəl xırçıltılı dönərimiz hazırdır. Siz də öz övladlarınız üçün hazırlaya bilərsiniz. Yanında isə dadlı, ləzzətli, gözəl bir ayran hazırladım. Bəyəndinizsə like etməyi, videonun altında fikirlərinizi yazmağı unutmayın. Xoş izləmələr.